Ay qardaş, əsl ev istəyən səhifəmizi izləsin. Ünvanımız bu başdan deyirəm. Binə qəsəbəsi. Baxın, yola çox yaxın. Kommunalları üçü də mövcud olan bir evdir. Həyətinin daşı gözəlliklə qurulub. Baxa bilərsiniz, gül əkmək üçün burada yer saxlamışıq. Ki, gələsiniz öz üçün gül əkəsiniz burada. Həyət olsun, cəhcəla. Kürsüsündən giriş baxın buradandır. Ay, bu kürsü çox imiş. Beton. Açıq beton töküblər yerə. Kombi xəttləri. Həyətimizin gözəlliyinə bir dənə nəzər yetirək. Evin böyrünə keçməyə bax buradan yol var. Düz arxaya kimi. Getdin o böyrə mən də keçəməyəcəm, siz də keçəməyəcəksiniz. Gəl. Gəl bir dənə. 6-7 daş kürsülüdür. Bu da ev. Evimiz koridor sistemidir. Çox gözəl bir zövqlə aboy vurulub, mərkəzləşdirilmiş şitimiz. Burada kondisioner üçün yer oradan. Yaxşı pul versəniz, kondisioner də sizin üçün alalım. Sağda mətbəxtimiz. Burada belə bir gözəl otağımız. Həqiqətən, kaş pulum öyrədir, özüm alaydım. Pulum olaydı, özüm alaydım. Onda gəlib yaşayacaqdım burada. Sanuzel sanitar, aksesuarlar, hamısı quraşdırılır. Bu da böyük, o delsin otağıdır, uşaq otağı, bu da böyük bir yataq otağı. Yəni ailə otağı, pəncərələr öz həyətinə baxır. Yola çox yaxındır, fürsət əldən qaçırtmayın. Dəyərli dostlar, bu da evimizin nədir? Bundan daha heç, mən demirəm, heç nə demirəm. Özünüz bir dənə qiymət verin bu qonaq otağına. Qonaq gələndə evə, necə sizi qarşılayacaqsınız qonağı, qonaq harada oturacaq, obje mənlikdir. Televizor qoyursan, divan kreslo, nə istəyirsən burada yerləşdirə bilərsən, əsas qiymət 63.000. O reallıq olsa, yenə indirim olacaq.